Herkese salam, benim adım Mərsimədir və mənim 14 yaşım var. Yeni videoma xoş gəldiniz. Yeni videom, yəni çox uzun müddətdən sonra gəlir. Artıq bir ay keçib sonuncu videomu qoymağımdan və buna səbəb var idi. Çünki həqiqətən də dəyişikliklər oldu. Birincisi həqiqətən düzə çarpır, məncə də. Yəni saçım və çok kəsdirmişəm. Belə. İkinci dəyişiklik deyil əslində, hələ baş verəcək. Amma dəyişiklik, həyatımdakı dəyişiklik kimi saymaq olar. Çünki mən artıq demişdim, mən səhv etmirəmsə, Rusiyaya gedəcəyimi. Bunun səbəbi mən pasport almağımdır. Yəni mən Rus vətəndaşı olduğum üçün 14 yaşım olanda mən pasport alıram və bu gün 6 iyundur. Axşamüstü saat 12-yə qalıb. Səhər 6 durmalıyam bu arada. Yəni indi çəkməyə qərar aldım bu videonu çünki bildim ki sabah yəni heç nə çəkə bilməyəcəm. Belə açıq, aydın. Yəni heç nə başa düşməməyinizi qorxdum. Buna görə indi çəkirəm və anlatmaq istədim. Belə indi bizim sabaha, yəni 7 iyuna biletimiz var. Gəncə Moskva. Gedirik, yəni Moskvaya. Mənim üçün bu həqiqətən də qayıdışdır və mənim üçün önəmlidir. Çünki mən 7 ildən sonra qayıdıram doğulduğum bir ölkəyə. Yəni belə qalan kadrlara sabahdan yəni olacaq. Atamla görüşümüz falan. Atam Rusiyadadır indi. Sadəcə biz Azərbaycandayıq və görüşümüzü də görəcəksiniz. İzləmədə qalın, maraqlı olacaq. Salam dostlar, deməli mən bacımdır. Bu gün artıq ayın 7-sidir. Yəni iyunun 7-sidir və biz gedəsiyik aeroporta, amma hələ də çıxa bilmirik evdən. Əslində biz saat 7-də çıxmalıyıq evdən. Saat artıq 11-ə qalır. 11-ə işləyib daha doğrusu. Biz hələ də evdəyik. Soruşun niyə? Çünki yəni uçuşumuzu 5-ə qalmış, yəni ediblər. 16:45-də uçmalıyıq biz buradan. Buna görə də yəni gözləyirik. Birazdan indi taksi çağıracaq və aeroporta gedəcək belə. İndi aeroportun vaxtı təzədən də girsin olur. Neyse belə də biz bütün elə bu sumkaları yığmışıq. Biz də ancaq 53 idi indi bu dəqiqə. Sumkaları yığmışıq. Zorla yer çatdırmışıq. Mehribanlıqsa Bu da qardaşımdır bu arada. Telefon zorla əlindən almışam. su iti kimi başına soxurursan. Yəni belə. Burada artıq Gəncəyə çatmışdıq və yol gedirdik. Deməli, biz уже aeroporta çatmışıq. Bizim uçuşumuzu gecikdirirlər. İndi saat 12-dir, amma bizim uçuşumuz 5-in yarısındadır. Gözləyirik indi. 5 saat oturacaq burada. Salam. Gözləyirik registrasiya. Yəni registrasiyanı gözləyirik indi sadəcə. Bayaqdan 7 saat gözləyirik, sonunda açıldı. Yeyirik də, içdik də, yatdıq da, durduq da. Deməli, biz registrasiyanı keçdik. Düzdür, vaxt çoxaldı, amma uçuşumuz elə bir gecikmişdi deyə bizə yemək payladılar. Yəni yeməyi də göstərim. Dəqiq gözləyim. Bizə verdilər aş ətdən, qrildə pişmiş ətlər, sonra salat və mayonez. Yəni belə. Uçuş gecikdiyinə görə bunu payladılar belə. Bizim uçuşumuza hələ bir saat var. Mən saçım artıq nermeş deyə belə yığdım. Aynan qabağının yerdə oturmuşam burada. Gözləyirik. Gələn olur. Belə danışdı. Şahindən xəstəlik götürdü. Niyə? Dönür. Kişi qorxmur ki, onun təpəsinə vursun. O idarə edib pozisyonu. Deməli dostlar, biz artıq yəni aeroporta gözləyirik indi sadəcə. Adam çoxdur, sıranı gözləyirik. Biz sıranı gözləyirik və artıq samolyota minəcəyik. Bye bye. Yəni samolyotda artıq açacağım kameramı.
So. Çok iyi bakın siz. Deməli biz artıq yerimizə oturduq. Şansımdan mən gəldim, aynan qabağına düşdüm. Yəni bilməm necə. Əslində qəsdən elə bil alsaydıq 15 manat olacaqdı. Bacım aynan qabağına düşməyib deyə küsüb. Hava çatışmır, hava almağa çalışırıq. Yəqin indi uçandan sonra kondisioner falan yanar. So, bu qədər. Değiştik bu arada. Bu özünü öldürdüğü için ben de çekmek istedim. Yani yarı oturduk da yarısında ben aynen qabağında oturdum. Yarısında Güzellik görün. orada iyice qara bulut var. Yəqin ki yağış yağacaq. Neyse belə. Moskva'ya. Sonunda. Aeroporttan çıktık. Atam götürdü. Atam götürdü bizi. Hala. Hamı happy-de. Gedirik evə. Deməli, biz belə bir yerə gəlmişik. Yəni, burada dənizdir, daha doğrusu çaydır. Çayın yanında belə bir meşəli kimi yer var. Orada oturmuşuq. Və atamın əmisi oğlu Cillə, yəni gəlmişik. Atam kebab çəkirlər falan. Mən də gəldim buraları biraz göstərim. İndi burada belə, indi göstərəcəm. Belə bir çay var. Bura, yəni buradan o yan meşəlikdir. Biz orada oturmuşuq. Orada indi atamcıl mangal qruplar, yəni kebab çəkirlər. Yəni belə istirahət üçün yerdə belə. Она просто такая глотка. Да. И проливась.
Bu aşırı haklıyız. Happy birthday, happy birthday to you. Ad günün mübarek. Öp bir tane daha. Maçele kaçıyor. Diğer maçıyla kaçıyor. Ad günün mübarek. Ad günün mübarek. Happy birthday, happy birthday, happy birthday to you. Hadi. Şimdi koy öbürler de versin. Ver içeriden neresi var? Yaxşı yanımdan şeylədim. Pastrafam qədər. Koy gelsin. Akıratlı bir deyəmə. Sevdə kim eləmək. Olan şeydi, olan şeydi. Özünə yoxmaz verirsin. O lezzeti ayrıdır. Ay neymət, ay neymət. Asıl Ada düz başına parı görsen. Malatsın, Rasulum. Ona az gün olan. Merse. Merse. Şimdi sen yapa düştün. Gerçek. El çalın gene el çalın. Yaşa. Ama biz gelmişik indi meşədəyik. Fırlanırıq. Yəni, bilməm, uşaqlar dedilər ki, buradan çıxanda, meşən belə fırlananda, orada şəhərə çıxırıq. Gedirik dallarına. Görək nə olur. Самую страшную долину. Пошли, пошли. Demə, Не испугайся. kimisə territoriyası bura. Territoriya, ərazisi. Belə. So. Снимай дорогу. Тебя тоже снимать? Да. Сегодня будет ролик. Я хочу ролик. Я в YouTube снимаю это. Hello. Hello. И будем мы идти на самую страшную долину. Biz ən Да. deyir, qorxulu yerə gedirik. Мы будем в самую страшную долину идти. Deyir, Самик забоялся, но он не забоялся, да? biz gedirik deyir ki, ən qorxulu bir hissəyə, hissəsinə. лягушек видели. Orada çıkıyor Onu göstərməyə gedirik. Взять на руки, но она убежала. Надо. Сева. Bu arada Belə. лягушкам Belə gəldik bura. ты должна это запечатлеть. Çox gözəl. Hara? Страшная долина. Hansı tərəfdir? Она скоро. Давай пойдем. Bura. Нет, буря. Nəysə, eyni yolu keçmək üçün ayrıldıq. Göstereceğim. Çox gözəldir bu arada. Yəni həqiqətən. Orada лягушка var. Qurbağa var deyir orada. Belə. Biz də oradan qabaqdan çəkirlər. Burada ağac qırığı var və ağac qırığının üstündə göbələklər var. А там еще много деревьев. Çoxlu ağaclar. Və qurbağalar təbii ki də. Yılanlar ola bilər. Çox həqiqətən də. Amma nəysə. Kim vicdan alır şivcəyə yılanlar. Burada bunun adı neydi Azərbaycan? Yadından çıxdı. Bilmiyorum. Ulyutka. Azərbaycan neydi yadından çıxdı? Şəhərlərə yazın. Deməli belə bir yoldan gəldik çıxdıq. Artıq meşədən çıxdıq da, yəni burada insanlar sadəcə yemək yeyirlərlə, istirahət edirlər falan belə şeylər. Belə. Bu arada burada bir yığın ağzı qanad və digər nə bilim həşəratlar var. Və onlar həqiqətən yəni Azərbaycanda kimi deyil. İncidir onlar. Misal üçün. Dişlədiyi yer. Ona görə hamı sprey bir yığın vurmuş. Dişləməsin deyə. Yəni belə. Deməli, mənim vlogumun 3-cü günüdür. Hər dəfə mən deməli deyəndə bacım cavab verir. Biz getmişdik mağazaya. Biraz nəsə aldıq. Özümə açıq aldım. Arxada qardaşımla bacım dalaşır. Yəni gedirik evə. Gün pişirdi bizi. Amma nəysə havalıq, təmiz hava. Saat 4-dür. Mən saat 1-də durmuşam. Yəni 3 saatdır burada çöldəyik.
qırğın qopacaq bu saat. Nəysə. İndi biz gedirik evə, paketi evə qoyaq. Sonra gedəcəyik təzədən plaşatkaya hansısa. Elə belə yenə gəzəcəyik günün altında. Azərbaycanda qaralmadıq, Rusiyada qaralacağıq. Biz gəldik Mutijinski parka. İndi oturmuşuq sadəcə istirahət edirik. Belə. Bir şey. Mənim uşaqlığım da burada. Bax bu gölə. Adını bilməm yadımdan çıxıb. Bu gölə gəlmişik. Burada mənim şəklim var. Yəni buradan da qabaqda ağac var, hansı ki mən bilməm onlar nədir, amma orada bir yığın qıfıllar falan bağlayıblar yəni. Mamam deyir ki, yeni evlənənlər gəlirlər, burada qıfıl bağlayırlar. Bilməm də nə qədər doğrudur. Burada mənim şəklim var, lap balacalığımdan, bilməm. Deyəsən 14-cü ildən ya 15-ci ildən burada şəklim var. Yəni belə. İndi orada şəklimi yəqin qoyaram videoya. Bu ağacı deyirəm. Yəni belə. Üstünə adlar yazılır. Misal üçün. Adlar yazılır. Üstünə elə bağlanır. Yəni məhəbbətləri belə əbədi olsun da onun üçün də. Biz gəldik, parkda gəzdik. İndi bir yığın şəkil çəkmişəm. Mən balacalıqdan olan şəkillərimi, bayaqlarımı dedim də, yəni həmin ağacın yanında şəkil çəkdim. Yəni çəkdiyim şəkilləri indi göstərəcəm, yəni ekrana gələcək. Biz yenə gəldik. İndi gəzirik də hələ ki. Gəldik fontanların yanına, o yerdən çıxan. Belə. Yəni hamı istadır özünü. Bizimkilər də gedirlər özlərini islatmağa, yəni çox gözəl. Geçəkdir də. Sərinləyir adam yanına gələndə. Hələ heç çatmamışım yanına, sərinlədim. Beləliklə, videomun sonuna gəldik, çatdıq. Ümid edirəm ki, bu 3 günlük vlogum sizin xoşunuza gəldi və bu anları mənimlə birlikdə yaşaya bildiniz. İzlədiyiniz üçün təşəkkürlər. Gələn videolarda görüşənədək sağ olun.